Deyirdi ki, Məhəmməd Füzuli, məzarım üstə qoymun mil, əgər kuyində can versəm, qoyun bir sayə düşsün qəbrimə, ol sərv qamətdən. Yəni demək istəyirdi ki, məzarım üstə bir nişanə qoymayın, bir mil qoymayın. Əgər kuyində can versəm, əgər İmam Hüseynin kuy, yəni yarın məhəlləsi, yarın olduğu yer deməkdir. Deyirdi ki, mən əgər İmam Hüseynin o yanında can verə bilsəm, orada elə o hərəmdə dünyamı dəyişsəm, heç mənim qəbrimin üstünə bir nişanə qoymayın. Qoyun bir sayə düşsün, qoyun bir kölgə düşsün qəbrimə, qəbrimin üstünə, ol sərv qamətdən. Sərv qamət ucalığı tərənnüm edir. Yəni İmam Hüseynin o ucalığı ki var, İmam Hüseyn əleyhissalamın o əzəməti ki var, o əzəmətindən mənim üstümə elə bir kölgə düşmüş olsa, mənim üçün kifayət eləyər. Elə məsələ də budur ki, Məhəmməd Füzulinin bu vəsiyyəti də həyata keçmiş olur. Siz gedib inşallah ki, oranı ziyarət edəndə görərsiniz ki, elə hərəmin çıxışında Məhəmməd Füzulinin dahi şairimizin qəbri var.